Bakıda Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlər arası komissiyanın 6-cı iclası keçirilib. İclasda ölkələr arasında siyasi-iqtisadi münasibətlərin yeni layihələrlə möhkəmləndirilməsi, enerji təhlükəsizliyi, Avropa İttifaqı ilə tərəfdaşlıq və iki tərəfli əməkdaşlıq çərçivəsində prioritet istiqamətlər üzrə müzakirələr aparılıb. Hökumətlər arası komissiyanın 6-cı iclasının yekunlarına dair protokol imzalanıb. Protokolu Azərbaycan tərəfdən komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdənsə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Edmondo Cirielli imzalayıblar. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və ölkəmizin xarici ticarət dövriyyəsinin 25%, ixracının isə 46,7% İtaliyanın payına düşür. İndiyədək Azərbaycandan İtaliyaya 342 milyon dollar, İtaliyadan isə Azərbaycana 805 milyon dollar məbləğində investisiya qoyulub. Sözsüz ki, bu sahədə bizim böyük potensialımız var. Hazırda Dövlət Neft Fondunun İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2,8 milyard dollar təşkil edir.